Elhamdülillah ve salatu ve selamu ala men la nebiyye ba'dahu ve ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Aziz Müslümanlar, Allah Azze ve Celle nasip ederse silsile bir neçə video hazırlayacağım inşallah. Bu kısa video hakkında məlumat vermək istəyirəm. Bəzilərinizin bildiği kimi bir neçə müddət öncə Şiələrdən bir gənc mənimlə telefon danışığı etmişti ve o danışıqda bir qismini paylaşmıştı. Biz de belə şeylerden xəbərdar olduğumuz için o telefon danışığını baştan sona yazmıştık ve tam şekilde paylaşmıştık. Ve Türklerde güzel bir söz var, yenilen pəhlivan güreşe doymazmış deyirlər. Yani məğlub olan kimse davamlı şekilde yeniden mübarizə etmək istəyir, mücadilə etmək istəyir. Bu o yönden bakanda başa düşülendi. Lakin üzdə mənimlə ədəb-lə, əxlaqla danışıb arkada başka bir şeyler danışmaq yaxşı hərəkət deyil. Yani yumuşaq desək yaxşı hərəkət deyil. Ve orada mənimlə danışıqdan sonra gedib bir çox iddialar səsləndirib. Mən bu silsilə videolarda inşallah onların hamısının cavabını verəcəm və o oradan mənə suallar verirdi. Mənə sual vermək üçün zəng eləmişdi. İndi mən inşallah buradan ona bəzi suallar yönləndirəcəm Allah'ın izniyle. Bütün videolarda inşallah. Və həmin adamdan cavab tələb edəcəm ki, mənim bu suallarıma cavab versin. Lakin burada bir şey qeyd etmək istəyirəm ki, adam gedib səs yazıb paylaşır ki, mən orada demişdim ki, Ayşə anamız haqqında deyir ki, o qadın cəhənnəm əhlidir və s. Mürşidə də mən demişdim bunu deyir. Gözünün içinə kimi yalan deyir. Həmin o səs yazısı 33 dəqiqə 58 saniyədir. Mən dedim ola bilər deyib mən eşitməmişim. Mən eşitsəm onunla danışığını həmən kəsərdim, ağzının payını verərdim. Yenidən başdan sona dinlədim. Orada qəti şəkildə elə bir söz deməyib. Bu söz qətiyyət şəkildə yalandı, yalandan deyir. Onu bildirmək istəyirəm və bu söhbətlərimizdə inşallah orada bilirsiniz, 2 hədis soruşmuşdu məndən. Ammar ibn Yasir radiyallahu anh'ın hədisi barəsində, bir də onların dediyim mənzilə hədisi barəsində. Bunların inşallah üzərine danışacağım. Zaten Ammar hədisi üzərində uzun-uzadı danışmışım bundan öncə. Bilirsiniz, mən əsl əhl-i sünnətəm deyib də Rafizi ağzı ilə danışan birisinin sahabələrdən bir qismini təkfir etməsi kimi çıxışlarına cavab olaraq onun bütün iddialarına elmi şəkildə cavab vermişdim. O adam təbii ki bunları dinləməmişdi. Çünki bəzilərinin bir qismini dinləmişdi, amma tamamını dinləməmişdi. Çünki qızıl həvəsində olan insan zərgərin bu qızılı necə, hansı proseslərdən keçərək hazırladığına əhəmiyyət vermir. Ona lazım olan qızıldır. Onun arxasına düşür. Amma usta bunları hazırlayarkən hansı mərhələlərdən keçib, necə bunu izah etsə, əhli olmayan kimsələr xaric, heç kim ona qulaq asmayacaq, baxmayacaq. Bu dünyəvi işlərdə belədir, amma uxravi işlərdə belə olmalı deyil. Əgər sən bu işin haqqını vermək istəyirsənsə, zəhmət çəkib, sənə verilən cavabı da, elm şəkildə verilən cavabları da dinləməlisən, onun üzərinə danışmalısan. O da bir ayrı mövzudur. Onun üzerine artık qayıtmaq istəmirəm. Sadəcə onu demək istəyirəm ki, zaten o adam rafizlərlə eyni ağızdan danışdığı üçün çox güman ki, ona da bu xəbər çatacaq. İddia edir ki, həmin adam mürşid özündən hədisə zəif deyir və yaxud hansısa ravi haqqında zəif deyir və s. Və bundan yola çıxaraq mən deyirəm ki, o elmi rəddiyyələr adamı qulaq asmayıb. Orada mən neçə nəfər alim adını çəkmişəm, alimin qovullarını oxumuşam, qaynaqlarından bir yerdə ki, həmin hədisə zəif olduğunu deyirlər. Demək ki, bu adam dinləməyib. Oradan bəlli olur. Burada dediyim kimi, Ammar hadisidir, mənzil hadisidir. İnşallah onların üzərində danışacağıq. Və bunların üzərində də bir çox mövzular buradan çıxır ki, onun üzərində danışacağıq. Mənim sizdən inşallah təvəkküm, təmənnam odur ki, dinləyəsiniz, dəstək olasınız. Bu bizim hamımızı bağlayan bir məsələdir. Çünki bayaq da qeyd etdiyim kimi, bu insan Ayşə anamız haqqında da bu şeyləri zikr edir. Bilirsiniz, rafizlərin ən bariz əlamətlərindən biri də möminlərin anaların təkfir etmələri və bir çoxunda onları haşa və kəllə söymələridir. Və bu kimi şeylərdə bir-birimizə biz dəstək olmalıyıq. Bu şeylərin yayılmasının qarşısını almaq üçün də edilən çalışmalara
hər şəkildə yardım etməliyik. Bu qəbildən sizlərlə bunu paylaşmaq istədim. İnşallah Rəbbim nəsib edərsə bir neçə videoda bütün məsələlərə aydınlıq gətirəcəm. Və axiru davan elhamdülillahi rabbil alemin.